Uşaqlar, bugün keçirik Fransanı. Amma ki, Fransanın sizə düşən hissəsi, məsələn, Fransa Burj inqilabıdır, Burbonların hakimiyyəti, sonra 1789-94-cü illərdə Fransa Burjuva inqilabı var. O hissələr sizə düşün. Sizə başlayır 1-ci Napoleondan, yəni 1-ci imperiya dövründən etibarən. Bax, 1804-cü ilin siyasi mənzərəsi, yəni imperiya başlamazdan əvvəl siyasi mənzərə belə idi ki, Fransada 1790-cı illərdə Burjuva inqilabı baş verdi və hakimiyyətə direktoriya, dövlət şurası gəldi. Sonra da ölkəni idarə edirdi konsullar dövründə, direktoriyadan sonra, 19-cu ildən sonra. Bu konsullardan biri də Napoleon. Napoleon hələ 1798-ci ildə getmişdi Misirə, orada Osmanlı ilə bir müharibə aparmışdı, Osmanlı paşasını uduzmuşdu. Osmanlı mövzusunda keçmişdi, bu Napoleon bir sözü var idi, tarix məni bir qocanın əlində oyuncağa çevirir. Və sonra universitetdə keçmişdi, xatırlayıram. Napoleon şeydə eşidir ki, Misirdə olarkən qəzetdə oxuyur ki, bəs Fransada inqilab baş verir, ona görə qayıda gəlir Fransaya. Nəticə olaraq 1804-cü ildə 1-ci Napoleon ölkədə bütün hakimiyyəti öz əlinə alır və 1-ci imperiyanın yaratdığını elan edir, özündə imperator elan edir. İmperiyanın elan olunması ilə Fransada əvvəlki rejim süqut edir və bütün hakimiyyət Napoleonun əlində cəmləşir. Yeni qərarlar verilir, bütün fəhlə tətilləri, ümumiyyətlə əhalinin çıxışları, hər şey qadağan olunur. Sözdə güya ki, vicdan, vətəndaş azadlığı, söz mətbuat azadlığı elan edilir. Təbii ki, sözdə kim idi orada səsini çıxardır və Napoleon əleyhinə bir şey deyir. Və Napoleonun digər bir məqsədi isə Avropanı ələ keçirmək idi. Bu məqsədlə də 1805-ci ildə başlayır İngiltərə ilə ilk olaraq müharibəyə. 1805-ci ildə oktyabrında Trafalgar dəniz döyüşündə İngilis admiralı Nelson Napoleonu məğlub edir. Napoleon görür ki, İngiltərəni məğlub etmək mümkünsüzdür bu formada. Yəni, ordu götürüb getsə belə İngiltərəyə, mümkün deyildi İngiltərəni məğlub etmək. Ona görə deyir ki, İngiltərəyə qarşı başqa bir şey düşünür. İndi deyəcəm nə düşünür. Ardı ilə 1805-ci ilin dekabrında Austerlitz döyüşündə Prussiya Avstriya qoşunlarını məğlub edir. Mübarizəni davam etdirərək 6-cı ildə Berlinə daxil olur. 1806-cı ildə müasir Almaniya ərazisində hansı dövlət var idi? 962-də yaranan Müqəddəs Roma imperiyası. Və 1806-cı ildə rəsmi olaraq Müqəddəs Roma imperiyasına son qoyur və Berlində kontinental blokada haqqında dekret imzalayır. Kontinental blokada haqqında dekret. Bu kontinental blokada nə deməkdir? O deməkdir ki, İngiltərəyə qarşı blokada elan olunur. 1-ci Napoleonun tutduğu bütün Avropa ölkələrinə İngiltərə ilə ticarət etmək qadağan olunur. Napoleon düşünürdü ki, İngiltərə heç kimlə ticarət edə bilməsə, məcbur özü təslim olacaq. Amma təbii ki, düşündüyü kimi olmur. Ardı ilə Napoleon Avropanın tutdu mu böyük hissəsini? Ardı ilə növbəti rəqibi Rusiyayı. 1807-ci ildə Rusiya üzərində yürüşə başlayır və Rusiya ilə Tilsit sülhünü imzalayır. Bu müqaviləyə görə, Tilsit sülhünə görə Rusiya İngiltərəyə qarşı imzalanan kontinental blokadanı tanıyır və İngiltərə ilə hər cürə ticarət və digər əlaqələrdən imtina edirdi. Onun adı ilə deyir ki, o zaman Rusiyada da hakimiyyətdə 1-ci Aleksandr idi də. 1812-ci ildə Napoleon yenidən Rusiya üzərində yürüşə başlayır. Bu yürüşün də səbəbi o idi ki, Rusiya Fransa ilə müqaviləsinə zidd olaraq İngiltərə ilə ticarətə başlamışdı, ticarəti davam etdirirdi. Napoleon hesab edirdi ki, onun üçün ən böyük qələbə Moskvanın tutulması. Moskvanı tutsa Rusiyanı tabi etmiş olduğunu düşünürdü və 640 min ordu ilə gedir Moskva ətrafına. Ruslar neyini? Ruslar partizan müharibəsində istifadə edirlər. Yəni, səpələnirlər, hər bir tərəfdə terror törədərək fransızları məğlub edirlər. Napoleon ordusunun 640 min ordudan 400 mini həlak olur. Sizcə nədən həlak olur? Moskvada nədən? Soyuqdan donaraq, azlıqdan. Təhmasibin Abbasın yandırılmış Lapaq taktikası var idi. Eynisini Moskvada edirlər. Orada da var idi. Və qulağısın
Borodino döyüşündə Napolyon Moskvanı tutaraq yandırsa da ordusunun gücünün böyük hissəsini itirir və ölkəyə qalır. Bu arada Avropa ölkələri Napolyona qarşı koalisiya yaradırlar. Koalisiya nədir? İttifaq yaradırlar. Deməli, İngiltərədir, Avstriyadır, Prusiyadır, Rusiyadır. Bunlar Fransaya qarşı koalisiya yaradırlar və 1813-cü ildə Xalqlar döyüşündə Napolyon məğlub edilir. 14-cü ildə müttəfiqlərin ordusu girir Parisə, Napolyon sürgün edilir Müqəddəs Yelena adasına sürgün edilir. Beləliklə, 14-15-ci illərdə Viyana Konqresi adlı konqres keçirilir. Viyana Konqresində nə deyilirdi? Deyilirdi ki, Fransanın sərhədləri qayıdır inqilabdan əvvəlki dövrlər, yəni 1789-cu ildə Rusiya Polşanın bir hissəsini əldə edir, İngiltərə Ceylon adası, nə bilim, Afrikanın cənubunda filan əraziləri götürürdü və Almaniya isə nə edir? Almaniyada, daha doğrusu Prusiyada digər Alman dövlətlərindən ibarət şimali Almaniya ittifaqını yaradır. Prosta Almaniya ittifaqını yaradır. 1815-ci ildə Napolyon sürgündən qaçır gəlir, ordu yığır yenidən Fransadan və bu dəfə yenidən məşhur Waterloo döyüşündə, bu yaxınlarda film də çıxmışdı, yayda çıxmışdı, Waterloo keçən idi. Waterloo filmi çıxmışdı. Waterloo döyüşündə yenidən Napolyon məğlub edilir və bu dəfə də adaya sürgün edilir, orada da ölür. Sonra biz buradan keçirik, yeri gəlmişkən Fransada müttəfiqlər, Napolyondan sonra yenidən Burbonlar bərpa edilir, Burbonlar sülaləsi hakimiyyət edir. Əvvəl də Burbonlar idi də. 1848-49-cu illər Fransada inqilab baş verir və bu inqilab nəticəsində 48-ci ildə İkinci Respublika yaranır. İkinci Respublikanın prezidenti vəzifəsini isə seçilir Bonapartlar sülaləsindən olan Louis Napolyon. Louis Napolyon, baxın uşaqlar, İkinci Respublika 48-52-ci illər. İkinci Respublika dövründə prezident olub kim? Louis Napolyon, Bonapartlar sülaləsindən. İkinci Respublika dövründə bütün azadlıqlar bərpa edilir. Fransa normal olaraq Respublika idi, parlamentli əməlbaşlı Respublika idi. Lakin 52-ci ildə bu Louis Napolyon bütün hakimiyyət öz əlində cəmləşdirir. Üçüncü Napolyon adı ilə özünü imperator elan edir. Fransa isə olur ikinci imperiya dövrü. Fransanın ikinci imperiya dövrü. Baxın, birinci imperiya dövrü 1814, ikinci imperiya dövrü 1852-1870-ci ildə Respublikanı ləğv edir, yerinə imperiya yaradır. Bu Louis Napolyon əvvəlki bizim əsl Napolyon kimi başlayır sağa sola müharibə etməyə, nə bilim, savaş çıxartmağa və 1870-ci ildə Prusiyaya qarşı müharibə elan edir Fransa. Prusiya bilirsiniz haradır? Rusiya, Almaniyada iki dənə dövlət var idi. Əsas böyük dövlət var idi, keçəcək. Avstriya, bir də Prusiya. Prusiya onların Almaniyadakı ən güclü dövlət idi. Axı biz keçmişdik festival sürgündə ki, Almaniyada 300-ə qədər dövlət rəsmiləşdirilmişdi. Yəni, rəsmi 300-ə qədər dövlət var idi. Ən böyük də Prusiya idi. Fransanın Prusiya ilə elədiyi müharibə Sedan fəlakəti və ya Sedan döyüşü ilə bitir. Burada Louis Napolyon əsir düşür, Fransa məğlub olur. Almaniya 1871-ci ildə Versal sarayında, Parisin Versal sarayında sülh imzalayır. Beləliklə, Fransada İkinci Respublika süqut edir, İkinci imperiya süqut edir və Üçüncü Respublika dövrü başlayır. Versal sülhünə görə indi Fransa Almaniya ilə 5 milyard frank təzminat ödəməli idi. Elzas və Lotaringiya vilayətlərini Almaniyaya verməli idi. Beləliklə, Prusiyaya apardığı müharibə Fransada İkinci imperiyanın sona çatması ilə yekunlaşdı. Özünü çox görünür. Bir-iki məsələni də deyirəm, bitir. Qızaldırlar bizimlə. 640 milyon təqdim. Hələ 400 min gəlir. 400 mini soyuqdan, azlıqdan. Onları alışdıran. Onlar bir öz durmaq üçün gəlir. Ruslar necə döyüşmüş Allah sizlə? Sakolla. Bu isim pəraşkin İstərə qoyublar. Tarixdən əhdən olmuşdur. 20-ci əsrin əvvəlində Fransa kapital ixracına görə dünyada ikinci
dünyada ikinci yerə Bitirmə. keçirdi. Bir məsələni də deyək. Baxın, bu Versal sülhü, Fransanın Rusiyaya məğlub olması, bu ağır sülhü imzalaması, Orxan, ağır sülhü imzalaması Fransada revanşizm, deməli, revanşizm fikirləri yaradır. Hansı ki, Birinci Dünya Müharibəsinin başlama səbəblərindən biri də məhz Fransanın buradakı məğlubiyyəti idi. Fransada revanşist fikirlər var idi. Almaniyadan təbii ki, Elzas-Lotaringiyanı geri almaq istəyirdi. Və ya bu və digər səbəblər Almaniyanın onsuz da qaynayan qazan olması Birinci Dünya Müharibəsinin başlamasına gətirib çıxarmışdı. Biz Fransa mövzusundan deməli, Birinci İmperiya dövrü 1804-14, Napoleonun işğalları, kontinental blokada, sonra İkinci Respublika dövrü, İkinci İmperiya dövrü və Üçüncü Respublika dövrünü keçmiş olduq beləliklə.